Prezident Ramiz Rövşənlə bağlı sərəncam prezidentdən bir qrup mədəniyyət və elm xadiminə Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü verilib. Olsun da, ümumiyyətlə yaşlı adamlara lazımdır da. Bilirsiniz, məsəl üçün müəyyən yaş devrindən sonra insanın dərmanlara daha çox böyük ehtiyacı olur. Mən gənc vaxt heç bilmirdim dərman nə olan şeydir. Uzağı bir analgil atırdım dişim ağrıdanda, başım ağrıyanda. Onda da o nə 10 qəpik idi, 20 qəpik idi də. Belə qiyməti çox aşağı olan bir şeydir də. Uzağı bütün ağrılarımı, bütün xəstəliklərimi analgillə də bu həblə keçirirdim. İndi maşallah masanın üzəri dərmanla doludur. İnsan bura ağrıyır, bura ağrıyır. Qiymətlər də ki, necədir? Ona görə təbii ki, yaşlı adamlara mütləq dövlət tərəfindən diqqət lazımdır. İşlədiyi, çalışdığı müəssisə tərəfindən, təşkilat tərəfindən, nazirlik tərəfindən mütləq yaşı artıq 60-ı, 65-i, 70-i keçmiş insanlara, vətəndaşlara mütləq diqqət olmalıdır. Bəli, Lentaz xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Azərbaycan Respublikasında mədəniyyətin və elmi inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin. Axundov Elçin Əbdüloğlu, Amənzadə Qərbi Rahiyə Barxudar qızı, Fərəcov Sərdar Fərəcullaoğlu, Göyüşov Nəsib Cümşüdoğlu, Məmmədov Sabir Novruzoğlu, Rövşən Ramiz Məmmədoğlu, Yaqubova Ella İsmail qızı. Əsasən xəbər Ramiz Rövşənlə bağlıdır. Bu pulu aldığınız təqaüdü xeyir işlərə istifadə edəsiniz Ramiz müəllim Rövşən.